Necə ki Allah Teala Bəqara surəsində Kürsü ayəsində buyurur ki: "La ta'khuduhu sinatun və la nawm." Allah Teala'nın nə mürgü, nə də yuxu tutmaz. Sinatun mürgüdür. Nevm isə yuxudur. Nevm təmiz şəkildə insana yatmasıdır. Nə üçün Allah'tan inkar olunur bu? Allah Teala'nın həyat sifətinin, qayyumiyyəsinin kamilliyini ispat edərək. Çünki həyat əgər naqis olsaydı, onda yuxuya ehtiyac. İnsanın həyatı naqisdir, naqis olduğu üçün yuxuya ehtiyac var. Amma Allah Teala'nın həyatı isə kamildir. Yuxuya ehtiyac yoxdur. Və ona görə də cənnət əhli yatmayacaqlar. Çünki cənnət əhlinin həyatı da kamil olacaq. Yuxu isə, əgər yuxu varsa cənnətdə fərəh, sevincin vaxtını aparır. Cənnətdə isə sevinç daimidir. Daimidir, kəsilməzdir. Həmçinin yuxu ölümün qardaşıdır. Yuxu nədir? Balaca ölümdür. Cənnətdə isə ölüm yoxdur. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Ən-nevmu axul mevt." Yuxu ölümün qardaşıdır və cənnət əhli yatmayacaqlar. Və Allah Teala da yuxunu ölümə bənzədi Quranda. Allahu yetavaffel enfusa hine mevtiha velleti lem temut fi menamiha. Allah Teala insanın canını alır öldüyü zaman, əcəli çatdığı zaman. Amma ölməyən isə yuxuda canını alır. Və sonra əcəli çatanın aparır, özü yanında saxlayır, əcəli çatmayan isə müəyyən vaxta qədər qaytarır. Yəni Allah Teala insanı düşünməyə yönəldir ki, insan düşünsün. Allah da ölümlə yuxunu oxşadır. Ölüm və yuxu. Və alimlər deyir ki, necə ki sən ölən insan, yəni qəbirdə baxsan ki, insan ölübdür, qəbrini açsan, kamera qoysan, özün nəzarət eləsən, yəni heç nə hiss eləyə bilməzsən, müşahidə edə bilməzsən və yatan insan da elədir. Yuxlayan insan yuxudadır, döşəklə yorğan arasında, sən nə qədər nəzarət eləsən də yenə heç nə anlaya bilməzsən. Yuxu ilə ölüm bir-birinə qardaşdırlar. Lakin yuxunu hamı ispat eləyir, mömin də kafir də. Çünki hamı yatır, ayılır, görür ki, yuxu aləmi var. Amma ölüm aləmi isə ancaq möminlər, Allah və Rəsuluna iman gətirənlər, qeybə inananlar. Bilirlər ki, Allah və Rəsul xəbər verirsə deməli haqdır.